Choose the correct variant. Doğru variantı seçin. There are paintings in the museum that I have not seen. Can we stay a little longer? Nöqtələrdən sonra verilən ismə əsasən düzgün kəmiyyət göstəricisi təyin etməliyik və eləcə də tərcümə mühüm rol oynayır burada. Qeyd olunur ki, demək mənim görmədiyim muzeydə bir çox, yəni kifayət qədər rəsm əsərləri var. Biraz daha uzun müddət qala bilərikmi? Təbii ki, burada elotdan sonra biz ümumiyyətlə isim yaza bilmirik. Elot çox mənasını verən zərf olduğu üçün A variantı yanlışdır. FU özündən sonra sayılan cəm isimlərlə istifadə olunan, eləcə də tərcümə baxımından doğru olan variantımızdır ki, kifayət qədər, yəni biraz rəsm əsərləri var, yəni çoxluq ifadə edir. Maçdan sonra sayılmayan isimlər gəlməli deyə ifadə düzgün deyil. Fiildən sonra sayılan cəm isim gəlir, ancaq ki, tərcümə uyğun gəlmədiyi üçün, yəni az rəsm əsəri varsa, burada qeyd etmərəm ki, mənim görmədiyim, yəni indiyə qədər görmədiyim rəsm əsərləri demək çoxluqda ifadə etməliyik. Y variantında isə a little sayıla bilməyən kəmiyyət göstəricisi olaraqdan özündən sonra cəm isminin istifadəsi yanlış götürülür. Bu səbəbdən düzgün cavabımız B variantında qeyd olunur.